Salam YouTube izləyiciləri. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət məktəblərinin xalq çağı alətləri üzrə attestasiya proqramı ilə deməli tanış edəcəm sizi və təbii ki, hər bir müəllim yəqin ki, attestasiya proqramını əldə edibdir. Bir balaca bu proqram haqqında danışıb, yəni ümumi qısaca bir dərslik video hazırlamaq istəyirəm. Və burada biz hər kəs öz deməli ki, proqramı ilə tanışdır. Bu proqram tar, kamança, qanun, qarmon ixtisası üzrədir və birinci bənddə gördüyümüz kimi alətdə hər bir iri həcmli əsəri, yəni konsertdən birinci hissə, yaxud 2 və 3-cü hissələr və yaxud da ki, uvertüra, suita, fantaziya və s. kimi musiqi formalarından ola bilər və yaxud da müxtəlif xarakterli bir xarici ölkə bəstəkarı əsəri olmaqla, yəni hər bir müəllim özünə uyğun olaraq sadəcə proqramda olan əsəri götürmək ən doğrusu, ən gözəlidir və hətta artıq birinci aşamada attestasiya fortepiano və nəzəriyyə şöbəsi üzrə keçirilmiş imtahanda biz gördük ki, şəhər məktəblərində hər hansı bir müəllimin əsəri proqrama uyğun deyilsə, həddən artıq zəifdirsə, 3-cü sinif, 2-ci sinif çərçivəsində belə bir əsər götürülübsə, təbii ki, qənaətbəxş hesab olunmur. Buna görə də yaxşı olar ki, verilmiş proqrama uyğun olan əsəri götürəsiniz və əsər ifa olunmalıdır. Burada hər hansı bir belə deyək ki, fortepianonun müşayiəti sizin istəyinizlə daha gözəl alınsın deyənə, yəni müşayiət apara bilərsiniz və yaxud da tək özünüz ifa edə bilərsiniz. Yəni əsərin birinci bənddə söhbət gedirsə, əsərin ifası zamanı əsərin bəstəkarı haqqında çox qısa, az və öz material, amma dolğun material əldə etmək lazımdır və bunu çox gözəl şəkildə deməli qeyd eləməlisiniz, qeyd aparmalısınız və gözəl şəkildə də fikirlərinizi ifadə etməlisiniz oradakı. Hansı ki, özünüzü təqdim etdikdən sonra birinci aşamada əsəri ifasına keçməzdən əvvəl mən əsərin bəstəkarı haqqında məlumat vermək istəyirəm. Tutalım ki, Üzeyir Hacıbeylidən fantaziya ifa edirsinizsə, bəstəkarın tarixi əhəmiyyəti hansı ildə yaşayıb yaratmışdır, bəstəkarın hansı əsərləri var, Azərbaycan musiqisinə verdiyi töhfələr, təbii ki, ölkəsinin hansı ölkədəndirsə, yəni öz ölkəsinin musiqisinə qatdığı xırdalıqlar, incəliklər və yaxud da töhfələr, buna biz tarixi əhəmiyyət deyirik ki, mütləq hər bir bəstəkarın tarixi əhəmiyyəti vurğulanmalıdır. Və təbii əsəriniz haqqında, əsərin yaranma tarixi, hər bir əsərin yaranma tarixi var ki, bunun üçün də deməli internetdən istədiyiniz materialı əldə edə bilərsiniz. Və əsərinizin üzərində söhbət gedəndə əsərin, yəni öz əsərinizi təhlil eləməlisiniz. Təhlil də əslində xalq çağı alətlərindən elə də ağırlıqlı bir təhlil istəmir və burada Azərbaycan musiqisindəndirsə, Azərbaycan bəstəkarlarının yaradıcılığından bir əsər seçmisinizsə, bu zaman əsərin mütləq hansı bir lad üstündə olduğunu, yəni Azərbaycan ladına şamil olduğunu deməlisiniz. Mütləq şəkildə bunu desəz çox gözəl olar. Əsərin tonallığı, hər bir əsərdə forma və quruluş mümkündür. Əgər ki, 3 hissəli formatsa, 2 hissəli formatsa, bunu deyə bilirsinizsə çox gözəl. Əsərin üzərindəki deyə bilmirsinizsə, əsərin üzərindəki müxtəlif aplikatura işarələri, belə deyək ki, və yaxud da majoru, minoru, lad xarakteri, hansı ki, söhbət gedir majordursa, şən xarakterlidir, yəni əsərinizin xarakterinə uyğun müəyyən fikirlər və deyərdim ki, müxtəlif, belə deyək də, əgər ayırd edə bilirsinizsə, motivini, ibarəsini sadə formadadırsa və yaxud da mürəkkəb formadadırsa, mütləq bunu demək lazımdır. Deyə bildiyiniz qədər, təbii qədər, əsəri təhlil elə bildiyiniz qədər və təhlili də bunu mən tövsiyə eləyərdim ki, təhlili də öz dərk etdiyiniz qədər danışmaq lazımdır. Yəni, başqa bir müəllimin əsəri üzərində gördüyü işi, onu da dərk etmək lazımdır. Əgər əsərinizi təhlil elətdirəcəksinizsə, mütləq şəkildə bunu dərindən öyrənmək və bilmək lazımdır. İkinci isə verilən əsərin üzdən oxunmasıdır və burada da təhlil istəyir. Əslində bunu sizdən yəqin ki, müşahidə elədiniz ki, fortepiano şöbəsində də üzdən oxu, yəni əsərin üzdən ifasında orada elə bir böyük təhlil istəmir. Sadəcə əsərə baxanda mütləq orada, yəni körtəbii şəkildə oturub ifa etməyə ehtiyac yoxdur. Sadəcə formasını, quruluşunu, yəni bunları təyin etməsəz belə, əsərin ölçüsü haqqında məlumat vermək lazımdır. Sadə ölçüdür və yaxud da mürəkkəb ölçüdür.
Hər bir xanədə əgər sadə ölçüdsə, deməli bir qüvvətli bir aksentli hissə olacaq. Mürəkkəb ölçüdsə, məsələn 4/4 ölçüsüdsə, 4/2 və 4/2-nin birləşməsindən əmələ gəlmişdir. Bu o deməkdir ki, 2 dənə aksentli hissə olacaq. Bir hissə qüvvəli, zəif, qüvvəli, zəif. Yəni ardıcıllıq belə olacaq. Necə sayılır? Yenə də majordursa, minorsa tonallığı təyin eləyirik əsərdə. Ondan sonra əslində burada belə deyək də verilmişdir. Quruluşu, məsələn, əgər qabağınıza qoyulan sonatadırsa, artıq bu silsilə əsərdir, konsertdir, kvartetdir, fantaziyadır. Yəni bunlar biz bilirik ki, ardıcıllıqları, hissələri olan əsərdir. Belə əsərlər üçün biz deyirik ki, bunlar silsilə əsərlərdir. Və yaxud da qabağınıza qoyulan əsər mahnıdsa, artıq burada üslub xüsusiyyətini, janrını, üslub xüsusiyyətini ayırd eləyirik. Məsələn, burada nə deyə bilərsiniz? Əgər mahnıdsa vokal əsərdir, yəni bu vokal növə aiddir və yaxud da pyesdirsə, bu instrumentaldır. Instrumental əsər nədir? Hər hansı bir alət və alətlər üçün yazılmış əsər instrumental əsərdir. Bundan əlavə, məsəl üçün, bax, burada verilib. Hansı ki, tonallığı tapmaq, açarı haqqında məlumat vermək, ladı, işarələr, melizmlər bəzək işarələridir. Mütləq melizmləri bilmək lazımdır. Əgər qısa farşılaqdırsa, bunu qeyd etmək lazımdır. Bilirsiniz ki, farşılaq üzərində durub xətt çəkilirsə, bu qısa farşılaqdır və yaxud da necə ifa olunur, qruppet də ola bilər. Yəni, burada melizm işarələrini nəzəriyyədən, bəli, nəzəriyyə fəndindən orada var melizmlər. Hansı ki, bəlkə bizdə də olmalıdır, qrupda da var belə bir dərslik var bizim qrupda da, mütləq bu dərsliklərə baxmaq lazımdır. Tapa bildiyiniz qədər ibarə, cümlə, amma burada ikinci bənddə verilən artıq mənim bildiyim qədər, yəni heç bir əsərin orada ifasında saxlayıb əsərin üzdən sizdən cümləni, ibarəni tapmaq tələb olunmur. Amma ümumi hansı tonallıqdır, tonallığı tapmaq, major, minor və yaxud da belə deyək də bunları təyin etmək artıq bu şərtdir. Tonallığı tapandan sonra işarələrlə bunlar lazımdır. Və üçüncü bənddə biz görürük ki, 5 və 11 illik təhsil, deməli ki, 11 illik üzrə təhsil proqramının tələblərinə uyğun istənilən hər hansı bir major qammasının, yəni major və minor qammalarının ifası. Major, minor qammaların işarələri çox gözəl və əzbər bilmək lazımdır. Və xalq çalğı alətləri şöbəsinin müəllimlərindən xüsusi nəzəri biliklər soruşulacaq. O artıq proqramda da tanış olanda mən gördüm ki, yəni bax burada sizdən soruşulacaq qammalar, major qammasının harmonikalı, melodikalı, sonra minor qamması ifa etdiyiniz zamanda və başqa qammalarda da bu sizdən sual formasında soruşulacaq. Qammaların işarələrini bilmək, major, minor, paralellik necə tapılır, eyni adlı qamma nədir? Nəzəri biliklər deyəndə qamma haqqında ümumi məlumatları toplamalısınız. Sonra dördüncü bənddə isə hər hansı bir muğam tam dəstgah halında sual-cavab, sonra zərb muğamı, xalq mahnı və rəqslərdən ibarət deməli ki, bir nümunə ifa etmək. Bu, yəni hansısa bir muğamı ifa etmək, yəni tam halda soruşulur. Həmin muğamı tam şəkildə götürmək lazımdır ki, artıq hər bir müəllim öz işini bilir. Yəni siz peşəkarsınız və bilirsiniz ki, muğamlar necə keçirilir. Muğam tam dəstgah halında, dəstgah nədir? Tam şəkildə, yəni kompleks şəkildə ifa olunmasına dəstgah deyilir. Məsəl üçün, zərb muğamı, belə deyək, rast muğamı götürmüsünüzsə, rast muğamının içindəki şöbə və hissələr. Rast muğamı nədir? Muğamın tərkib hissəsi, yaranması. Məsələn, rast muğamıdsa, deməli, rast muğamını nəzəri hissədən götürsək, belə fikirləşirəm ki, mən məsələn, bunu götürsəz çox gözəl olar. Nəzəri hissədən götürsəz hətta, yəni qeyd edim ki, bu mənim dərsliyimdə də var, yəni YouTube kanalımda da var. Başdan ayağa rastladının yaranması, tetraxordu, vacib deyil başqa səsdən qurasınız. Sol səsindən, verilmiş səsdən, məsələn, sol səsindən rastladından söhbət gedirsə, ton, yarım ton, 3 tetraxordun birinci üsul olan zəncirvari birləşmə üsulu ilə əmələ gəlmişdir. Yəni, bütün muğamların quruluşunu öyrənməsəz də, hansı muğamı, yəni 4-cü bəndə görə hansı muğamı ifa edəcəksinizsə, həmin
həmin muğamın bütövlükdə öyrənmənizi tövsiyə edərdim. Məsələn, 10 pərdədən ibarətdir rastladı, 4-cü pilləsi mayedir, neçə dənə istinad pərdəsi var, rast muğamının tərkibinə daxil olan muğamlar hansıdır, ifa edəcəyinizdən də əlavə məsələn var burada. Deməli ki, siyahı var ki, orada orta mahur, hindi muğamlar var və s. kimi rast muğamına daxil olan və yaxud da içindəki, belə deyək, rast muğamının içindəki zərbi muğam heyratı, bunu demək olar, hansı rəqslər var Azərbaycan ladları üzərində, bunları öyrənsəz ümumilikdə yaxşı olar. Çünki bunlar sizə sual-cavab olunacaq, rəqslər, mahnılar. Məsələn, rast ladından söhbət gedirsə, qeyd eləyə bilərik rəqslərimizi Azərbaycan, brilyant, darçını, əskərani kimi Azərbaycan rəqslərini qeyd edə bilərik. Mahnılardan deməli qeyd eləyə bilərik Aman nənə, Mən gedirəm Zəngilana və s. kimi mahnılar, bir neçəsini ən azından ifa edəcəyiniz muğamı ətraflı şəkildə yəni öyrənin. Bir neçə nüans oradan nümunə göstərin yəni. Sonra alətin ixtisas, not və muğamlara uyğun köklənmə qaydası. Hər bir müəllim öz alətinin köklənməsini bilir və yəni müəyyən belə deyək də fikirlər bilirsiniz və orada deyəcəksiniz. Sonra 6. Alətin yaranma tarixi, inkişafı, müasir ifaçılığı və görkəmli ifaçıları haqqında. Alətin yaranma tarixi də, yəni araşdırma eləsəz, hər bir alətin öz yaranma tarixi var və burada müxtəlif alətlər olduğuna görə başqa belə deyək də danışmıram və təbii ki, bunu internetdən də məlumat əldə edə bilərsiniz. Mütləq Azərbaycanın görkəmli ifaçıları və yaxud da ki, xarici ifaçılardan söhbət gedirsə, digər alətlər, təbii ki, tardır, kamançası bu xüsusən də Azərbaycan xalq çalğı alətləridir və burada elə öz ifaçılarımızdan danışmaq kifayətdir. Sonra isə 7-ci bənddə Azərbaycan bəstəkarlarının alət üçün orijinal işləmə və köçürmələri, yaradıcılığı nəzəri. Yəni, bilirsinizmi, burada biz müşahidə elədik ki, biz deməli keçirilən attestasiya, fortepiano və nəzəriyyə şöbəsində də yəni kitabların yazarlarını soruşurlar. Məsəl üçün, müəllim var ki, qarmon müəllimidir, müəlliməsidir. Yəni, rahat şəkildə bilir ki, hansı kitablar var, hansı kitablardan istifadə edirəm, kimlərin köçürmələri var. Və bunları bilsəniz çox yaxşı olar. Hansı kitabları istifadə edirsiniz, kitabların yazarını. Sonra xarici ölkə bəstəkarlarının əsərlərindən alət üçün işləmə və köçürmələr. Xarici bəstəkarlardan nəyələrə məsələn istinad edirsiniz. Bunun üçün də, bax, hətta burada verilən proqramdan da istifadə eləmək olar, axırda verilib. Yəni, mən proqramla tanış olmuşam. Burada, yəni ki, məsəl üçün, ən sonda burada rəqslərdən sonra qarmon üçün də var. Qarmon aləti üçün proqramda da orada istifadə olunur. Kimlərin, hansı bəstəkarların əsərləri var. Yəni, hətta buradan belə tapmasaz, bu vəsaitdən belə əldə eləyib əzbər şəkildə əzbərləyə bilərsiniz. Çünki burada qeyd olunmuşdur, proqramda elə qeyd olunmuşdur. Sonra ixtisasın tədris metodikası, dərslik, deməli ki, dərs vəsaiti və ədəbiyyat haqqında. Yəni, hardan dərs keçirsiniz, uşaqlara əsərləri hardan seçirsiniz, verirsiniz və yaxud da ki, hansı sinifə, neçənci sinifə mütləq öz proqramınızı əzbər bilməlisiniz müəllimlər. Bax, yəni, hansı sinifə hansı proqramdan verirsiniz, neçənci sinifə planınız, yəni, neçənci sinifə hansı ağırlıqlı əsər verirəm, muğamı neçənci sinifdə başlayıram, hansı sinifdə hansı muğamı tədris eləyirəm, neçə hissə tədris eləyirəm. Bax, bunlar, yəni ki, bilmək vacibdir. Sonra 10-cu bənddə müəllimin pedaqoji fəaliyyəti, peşə əsər işləri, alət haqqında məlumat, düzgün oturuş, yəni postanovkanı biz, yəni necə deyirlər Azərbaycanca, yəni uşağın texnikasını necə qurursunuz, necə oturmaq, buna da xüsusi diqqət eləmək lazımdır və əli, oturuşu və yaxud da ki, belə deyək də, düzgün qaydada bunu birinci sinifdə necə tətbiq edirsinizsə, çox gözəl şəkildə özünüzü ifadə eləməlisiniz. Bu çox sual verilir müəllimlərə. Sonra 11-ci sualda elementar musiqi nəzəriyyəsi. Bəli, elementar musiqi nəzəriyyəsindən danışsaq, burada sizə nə sual verilə bilər? Elə başa düşürəm ki, musiqi müəllimlərinə, yəni xalq çalğı alətinin, yəni belə deyək də, aləti üzrə attestasiyada iştirak edəcək musiqi müəllimlərinə daha çox sual veriləcək. Notun bölgüsü, bütöv not üzərində içində neçə not var. Sonra yenə də dediyim kimi, bax, orada xırdalıqlarla bir çərəyin içində neçə 16-lıq və yaxud da 8-likdə neçə 16-lıq yerləşəcək. Yəni, not
not bölgüsü xüsusi soruşulacaq. Ölçü haqqında, sonra bundan əlavə məsələn sizdən metr, ritm, sadə ölçülər və işarələr, qammaların işarələri, yəni bunlar vacibdir. Hətta deyərdim ki, üç səslilər, yəni sizdə bir qədər elə başa düşürəm ki, fortepiano müəllimlərindən daha artıq elementar nəzəriyyə bilikləri sizdən soruşulacaq. Yəni intervala qədər akordlar, intervallar bu formada ümumi təkrarlara gedin, yəni təkrar eləyin. YouTube kanalından və yaxud da ki, elementar nəzəriyyə kitabından yararlana bilərsiniz. Sonra musiqi incəsənət məktəblərinin müvafiq alət üzrə tədris proqramının hər sinif üzrə tələbatı, yəni sinifdən sinifə keçid imtahanları hansı əsərlərdən və yaxud da ki, iş planı haqqında ümumi, burada da belə deyək ki, şagirdin fərdi vərəqəsi, fərdi vərəqəni necə yazırsınız, buna qədər sizə sual verilə bilər. Necə yazırsınız, necə istifadə edirsiniz və plan proqram üzrə necə işləyirsiniz. Və sizin proqramda xüsusi bir bəstəkar siyahısı verilməyib və bu da bir qədər müəllimlərdə belə tədirginlik yaradır. Çünki bilinmir ki, hansı bəstəkardan necə veriləcək. Mən amma fikirləşirəm, öz fikrimi sizə bildirim. Mən fikirləşirəm ki, Xalq Çalğı Şöbəsinin müəllimləri burada istifadə olunan adı çəkilən əsərlər və yaxud da sizin istifadə elədiyiniz, hansı ki, biz bilirik ki, elə bəstəkarlar var ki, məsəl üçün Tofiq Bakıxanov keçirilmir. Mən inşallah ki, yerləşdirə bilsəm, kanala yerləşdirəcəm. Tofiq Bakıxanov haqqında, nə bilim, Hacıxan Məmmədov haqqında, yəni Adil Gəray haqqında bu bəstəkarlar musiqi ədəbiyyatı kitablarında tədris olunmur, amma siz burada adları çəkilən bəstəkarların yaradıcılıqlarına mütləq toxunun. Hər bəstəkar haqqında vacib deyil ki, onun anadan olub, deməli ki, dünyadan köçmə tarixini onları qeyd eləyəsiniz. Bunların üzərində xüsusi belə əzbər aparasınız, yox. Yəni, məsələn, deyək ki, Üzeyir Hacıbeyli. Artıq bu bəstəkar haqqında biz Üzeyir Hacıbeyli Azərbaycan musiqisinin bünövrəsidir, təməl daşıdır. Yəni, bilməmək olmaz axı. Yəni, hər bəstəkar haqqında qısa olaraq Fikrət Əmirov, fikirlərinizi bilməlisiniz. Fikrət Əmirov Azərbaycan musiqisinə nəyi gətirib? Üzeyir Hacıbeylinin yaratdığı, deməli, əsərlər bilirsiniz, özdə bəstəkarın, belə deyək də, xalq çalğı alətləri üçün, deməli, yazdığı əsərlər və yaxud da Fikrət Əmirov olsun, Süleyman Ələsgərov olsun, Səid Rüstəmov olsun. Yəni, bu bəstəkarlar haqqında çox qısaca da olsa yerləşdirə bilsəm materiallar, mən çalışacağım ki, mövzular yerləşdirim. Amma elə bəstəkarlar var ki, burada o bəstəkarlar bizdə kitablarda yoxdur, amma siz sadəcə bax buradan və ifa edəcəyiniz əsərlər ki var, proqrama sizə düşür. Bilirsiniz ki, kimlərin əsərlərini verirsiniz, hansı bəstəkarların. Bu bəstəkarların yaradıcılığına mütləq şəkildə toxunun. Məsələn, Qara Qarayevdən bəstəkarın biz bilirik ki, baletlərindən müxtəlif nömrələri, instrumental nömrələri ifa edirsiniz və qabağıma belə Cahangirov olsun, mütləq buradakı siyahıdan, elə siyahı, elə fikirləşin ki, bax burada verilmişdir. Arif Məlikova toxunmalısınız, Cahangirova toxunmalısınız, Süleyman Ələsgərov yaxud da qeyd etdim, bu bəstəkarlara toxunmalısınız. Yəni, hər biri haqqında qısaca məlumat əldə etməlisiniz. Sonra bəndlərin birində Azərbaycan xalq rəqsləri var nümunələrdə və burada Azərbaycan rəqsləri deməli ki, nümunələr verilmişdir, yəni adları qeyd olunmuşdur və bu deməli rəqslərin, ümumiyyətlə rəqslər sizdən soruşulanda, sual-cavab olunanda onlar hansı muğam üstündə olduğu lazımdır, yəni onlar soruşulacaq. Onları da yəni ifa edəndə mənə elə gəlir ki, xalq çalğı müəllimləri, alətli müəllimləri onlar muğam ifa edən müəllimlərdir və hər hansı bir muğamı ifa edən, rəqsi ifa edəndə onu muğam üstündə çox qəşəng şəkildə belə deyək ki, lad məqamı otuzdura bilirlər hansı rəqs, hansı muğam üstündədir. Çünki burada bir çox rəqslərimiz kitabda qeyd olunandır. Yəni, belə deyərdim ki, vəsaiti sizə göstərim. Deməli, məsəl üçün belə bir vəsait var ki, Azərbaycan rəqsləri rastladı üzərindəki rastladına mənsub olan Azərbaycan rəqsləri hansılardır? Azərbaycan Brilliant Darçını Əskərani, məsələn, burada var hər biri. Sonra Şurladında Azərbaycan rəqslərindən söhbət getsə, bax deyirik, Azərbaycan rəqsləri Atlanma, Bakı, Cıdır, Qəhrəmani, Qızılgül, sonra Üç ayaq yallı, həmçinin də digərləri, Segah üstündə, deməli, digər şüşlər üstündə olan rəqslər var və bunlar da belə bir kitabçada, yenə də deyirəm, bax, tapıb qeyd edə bilərsiniz. Hətta Azərbaycan rəqsləri bildiyim qədər muğamlar, ladlar haqqında dərslik çəkəndə bəlkə də dərslikdə olmalıdır məndə, tam dəqiq yadımda deyil. Yəni, kanalda da olmalıdır. Ümumi, belə deyim də, bunu özünüz də araşdırma eləyib tapıb yaza bilərsiniz. Yəni, bunları bilmək lazımdır. Rəqsləri əzbər bilməklə yanaşı hansı, deməli ki, Azərbaycan muğamı üstündədir, bu sizdən soruşulacaq.
Və proqram haqqında deyərdim bu qədər. Hər bir müəllimə, attestasiyada iştirak edəcək müəllimə uğur arzulayıram və sadəcə bizim izlədiyimiz, deməli ki, attestasiyada iştirak edən müsiflərin verdiyi tövsiyələrə görə biz də müəllimik və biz müəllimlər qarşısında imtahan olunuruq. Nə qədər imtahanın adı imtahan olsa da, ağır olsa da, təbii ki, imtahan varsa burada bir belə deyək, ciddilik var, burada bir belə deyək də, yəni bizim hiss elədiyimiz bir necə sizə deyim, buna tam şəkildə həyəcan da deməsəm, məsuliyyət var. Buna görə də amma həyəcanı qırağa qoyaraq içəri daxil olanda özümüzü tam dolğun şəkildə ifadə etməyimiz və təbii ki, həyəcanınıza yenik düşməməyimizi tövsiyə eləyirəm. Ona görə ki, yəni bir çox eşitdiyimizə görə bir çox belə öz işində bacarıqlı olan müəllimlər ki, hər bir müəllim öz işində bacarıqlıdır. Sadəcə bəzi müəllimlər həyəcanın qurbanı oldular, belə deyərdim. Əsərini çox gözəl şəkildə ifadə eləyən, yəni hazırlaşan müəllim belə həyəcandan özünü orada itirirsə, bu düzgün deyil. Bu həyəcanı özümüzlə bacarmalıyıq və bu həyəcanın öhdəsindən gəlməliyik. Buna görə də həyəcansız, gözəl şəkildə, tam dolğun şəkildə özünüzü ifadə edərək attestasiya imtahanından keçməyinizi sizə tövsiyə eləyirəm, arzu edirəm və hər bir müəllimə bu işdə uğur arzulayıram.